Azərbaycan Respublikasının Gənclər Fondunun rəqəmsal mövzulu qrant müsabiqəsinin qalibi, Karyera 360 layihəsinin bugünkü qonağı karyera məsləhətçisi Fərəh Bəbayevadır. Xoş gəlmişsiniz. Xoş gördük. Xoş gördük sizi. Xoş gördük. Mən Fərəh Bəbayeva, karyera məsləhətçisiyəm və hal-hazırda bu sektorda çalışıb işsiz şəxslərin əmək bazarına qaytarılması, peşə və ixtisasının artırılması və digər sahələrdə onların əmək bazarının inteqrasiyası üçün həm çalışıb məsləhət xidməti göstərirəm, həm də işə düzəltmə ilə bağlı dəstək verirəm. Özüm Bakı Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişəm və müxtəlif sahələrdə iş təcrübəm var. Çünki müxtəlif sahələrdə də çalışmışam, çox fərqli sahələrdə iş təcrübəm olduğundan bugün hər sahəyə toxunub hər sahədən məsləhət vermək də mənim üçün daha rahatdır. Amma hansı ki bu mənim tələbə vaxtımda və iş axtarışımda daha çox mənə mane olan hallar idi. Çünki bir sahə üzrə getməmişdim və bir sahə üzrə ixtisaslaşmamışdım və hər sahədə də iş yeri dəyişən də həqiqətən fərqli sahələr olurdu məndə. Yekunda bir müddət mən işdən ayrıldım və işsiz qaldığım bir il yarımım oldu. Həmin müddət qeyri-rəsmi olaraq belə sırf özümü inkişaf etdirmək üçün fərqli sahələrdə iş axtarışındaydım. Və o qədər nəticələr uğursuz alınırdı. Sanki mən iş axtardıqca daha çox irəli getməkdən demotivasiya, uğursuzluq, depressiya halları yaşayırdım. Və baxırdım ki, mən nəsə edirəm, mən çalışıram, amma buna baxmayaraq mən heç bir nəticə əldə etmirəm. O an bir anlıq dayanıb özümə sual verdim ki, sən nə istəyirsən? Həqiqətən o an mən özüm belə bilmirdim ki, mən hansı sahədə çalışmalıyam. Və axtarışlarımı dayandırıb ilk öncə öz maraq dairəmi özümdə sorğulamağa başladım ki, hansı sahədə uğurlu ola bilərəm, nə işləyə bilərəm, həvəsim nəyədir və 5 il sonra özümü harada görürəm. Mən bu sualları verdikdən sonra sanki həyat özü də mənə cavab verməyə başladı. Və bundan sonra da mən o suallarımın cavabını tapdım. Ancaq orada belə birbaşa əlçatanlıq olmadı, müəyyən bir imtahan dönəmim oldu. Mən yarım il bir imtahan üçün çalışdım, cəhd elədim. Yəni gözlənilmədən imtahandan da uğurlu keçdim. Orada da bir hal var idi ki, uğurlu da ola bilərdi, uğursuz da ola bilərdi. Sadəcə dediyim kimi disiplin, davamlılıq, bir şeyi istəmək və arzulamaq və getdiyin yolu dəqiq bilmək insanı həyata qaytarır və insanın kimliyini formalaşdırır. Mən də iş axtaranlara, tələbələrə, hansı ki əmək bazarına qayıdıb iş təcrübəsi qazanmaq istəyən şəxslərə tövsiyə edirəm ki, ilk öncə özünüzə sual verin. Siz nə istəyirsiniz əslində? Heç kim üçün yox, özünüz üçün. Siz özünüzü harda görürsünüz? Bundan sonra həyat özü sizə kömək edəcəkdir. Gənclər CV-də ən çox hansı səhvləri edir? Ən böyük səhvlərdən biri odur ki, bir CV-ni hazırla və fərqli yerlərə hara gəldi göndər və CV müraciət edilən vakansiyaya uyğun formalaşdırılmalıdır. İstər təhsil, istər təcrübə və digər məlumatlar uyğunluq olmalıdır. Və bəzən qeyri-rəsmi əmək fəaliyyətləri olur ki, hansı ki bu CV-də qeyd olunmur. Ancaq biz tövsiyə edirik ki, əgər siz uyğun vakansiyaya göndəriş verirsinizsə, mütləq şəkildə sizin CV-niz həmin vakansiyaya uyğun olaraq tənzimlənib göndərilməlidir. Ona görə də bəzi hallarda gənclərdə geri dönüşlər olmur şirkət tərəfindən, müəssisə tərəfindən. Daha çox bu səhvlər olur ki, nəticəsi yüksək olmur geri dönüşlərin. Bir səhifəlik CV kifayətdirmi, yoxsa daha geniş məlumat verilməlidirmi? Bizdə ümumiyyətlə CV və rezume anlayışları deyə iki anlayışa bölürük biz bu məsələni. CV daha çox akademik və təhsil məlumatlarını əlavə edərkən istifadə edilir və bu bəzən 2 və 3 səhifədən də daha artıq formatda ola bilir. Rezume isə sırf iş təklifləri ilə, iş göndərişləri ilə bağlı düzəldilən bir CV formasıdır və o 1-2 səhifəni əhatə edir, hansı ki burada sizin dəqiq məlumatlarınız qeyd olunmalıdır. Və işə götürənlər, şirkət sahibləri, müəssisə sahibləri daha çox dəqiqlik, daha çox qısa məlumatlı CV-ləri qəbul edirlər. Buna görə də gənclərə tövsiyə odur ki, bunu araşdırsınlar CV göndərərkən. CV-də təcrübəsi olmayan gənclər nələri önə çıxarmalıdır?
Əgər gəncin CV-də heç bir təcrübəsi yoxdursa, amma hər hansı bir könüllü fəaliyyəti vardırsa, konfranslarda, seminarlarda iştirak edibsə, mütləq şəkildə yaxşı olar ki, həmin təcrübələri CV-də qeyd etsin. Onların çünki hər biri belə rəsmi şəkildə əmək müqaviləsi bağlanılmadan, rəsmi fəaliyyət sayılmasa belə CV-də üstünlük təşkil edir. İşə götürənlər CV-də ən çox hansı detala diqqət edir? Ümumiyyətlə, işə götürənlər hər hansı bir vakansiya üzrə namizəd axtararkən, orada həm öhdəliklər, tələblər və namizədin yaş aralığı, namizədin həmin iş üzrə iş təcrübəsi, sahə ilə bağlı dil və ofis proqramları bilikləri tələb olunur. Və buna görə də həmin CV üzrə vakansiyaya göndəriş formalaşdırılarkən mütləq şəkildə namizədlər vakansiyanın uyğunluğuna fikir verməlidirlər və CV-lərini o üzrə formalaşdırmalıdırlar. Ümumiyyətlə, vakansiyanın tələblərinə, namizədin uyğunluğuna daha önəm verirlər. Tutaq ki, bu insan mühasib üzrə iş axtarırsa və sizin son təcrübəniz HR sahəsi üzrə olubsa, amma sizin tutaq ki, mühasibatlıq sahəsində marağınız vardır. Həmin CV-yə müraciət etməyiniz işə götürənlər tərəfindən uyğunsuz hesab edilir. Bu səbəbdən bizim namizədlərə tövsiyəmiz o olur ki, həmin şirkətin bu an üçün uyğun olan vakansiyasına sizin də öz uyğunluğunuzu eyniləşdirməlisiniz. Yoxdursa, daha sonra gözləyib daha uyğun bir iş təcrübənizə uyğun sahəyə müraciət etməlisiniz. Çünki iş təcrübəsi işə götürənlərin əsas maraq dairəsidir. Sosial fəaliyyət və könüllü təcrübəsi CV-də hansı rol oynayır? Sosial fəaliyyət və könüllü təcrübəsi ümumiyyətlə komandada işləmək, liderlik qabiliyyəti, ünsiyyət qabiliyyəti və bunların paralelində iş təcrübəsi və digər təcrübələri özündə ümumiləşdirdiyi üçün onların hər biri namizədlərin gələcəkdə əmək bazarında olması üçün bir iş təcrübəsi verir. Hansı ki, bu iş təcrübəsi olmayanlar üçün böyük bir şans hesab edilir. Biz tövsiyə edirik ki, universitet vaxtı tələbə olduğunuz zamanlarda mütləq şəkildə sosial aktivliyinizi daim zirvədə saxlayın. Çünki universiteti bitirdikdən sonra siz bu qabiliyyətləri artıq işləmədən də əldə etmiş olursunuz. Sizcə gələcəyin iş dünyasında CV-lər yox olacaqmı? Bu barədə nəsə demək daha 5 il sonrakı vəziyyət üçün əlçatan deyil, ancaq daha çox elektron sistemə keçirik və gələcəkdə bizim CV-lərimiz elektron formada daha bir təkmilləşmiş versiyada ola bilsin ki, olsun və yaxud da ki, işə götürən özü bir platforma yaratsın ki, hansı ki, siz orada lazım olan məlumatları yerləşdirəsiniz, artıq CV yaratmayasınız və uyğunluq birbaşa həll olunsun. Ancaq bu barədə dəqiq nəsə demək hələ ki, çox tezdir, çünki heç işə götürənlər belə bu barədə heç nə deməyib. Sadəcə gələcək tendensiya və yeniliklər öz əksini tapacaqdır. Bir gənc mən hələ nə istədiyimi bilmirəm deyirsə, haradan başlamalıdır? Bir gənc nə istədiyini bilmirsə, ilk öncə onun maraq dairəsi, həvəsləri və məqsədləri arasında özünə sual verməlidir ki, mənim əslində həvəsim nəyədir və mən nəyi daha yaxşı bacarıram? Çünki bəzi insanların içində basdırdığı xüsusi bacarıqları vardır ki, bunları bəzən inkişaf etdirmək bizi sevdiyimiz işdə işləməyə bir yol açır. Və daha çox ətrafdan araşdırmalıdır, internet üzərindən araşdırmalıdır ki, gələcəyin peşələri hansılardır, mən 5 il sonra hansı peşələr aktual olacaq, onlara hazırlaşa bilərəmmi və indidən hazırlaşdığım və məşğul olduğum sahə məni nə qədər irəli götürəcəkdir. Daha çox ailənin məsləhəti ilə, repetitorlar, müəllimlərin məsləhəti ilə ki, sizcə mən hansı işə uyğunam? Əgər özü bilmirsə, ətrafında fikrini öyrənməlidir. Özünün də xüsusi bacarıqları və marağı nədir, onu öyrənməlidir və ümumi analiz edib bir ortaq nəticə çıxartmalıdır deyə düşünürəm. Uğurlu karyera qurmaq üçün ən çox hansı üç keyfiyyət vacibdir? Uğurlu karyera qurmaq üçün əvvəlcə maraqları araşdırmaq lazımdır. Araşdırdıqdan sonra və həmin maraqları kəşf edib tapdıqdan sonra ona istəkli olub olmadığımızı və bunu nə dərəcədə istədiyimizi özümüzə aşılamalıyıq və biz o sahədə özümüzə istək yaratdıqsa, hədəf qoyub davamlılıqla o yolu getməliyik. Və davamlılıqda hədəfin olmağı belə o prosesə çatmağı çox asanlaşdıracaqdır. Çünki siz bir yola çıxdınızsa, mütləq şəkildə hədəfə çatmaq üçün istəyiniz, həvəsiniz və maraq dairəniz varsa, mütləq şəkildə o yolda bir nəticə əldə edəcəksiniz. Bugünkü gənclərin ən böyük karyera yanılğısı nədir?
Belə bir yanlığı ola bilər ki, həmin karyera sahəsini seçmədən və o sahə üzrə heç bir təcrübə əldə etmədən, sahə üçün heç bir cəhd etmədən həmin sahəyə yönəlmək və iş axtarmağa başlayırlar. Və bu cəhdlər hər dəfə uğursuz olduqdan sonra isə demotivasiya halları yaranır. Bu səbəbdən bir namizəd əgər iş axtarırsa və həmin sahəyə marağı varsa, İlk öncə özünə sual verməlidir ki, mən bu sahə üçün və bu sahədə özümü inkişaf etdirmək üçün nə addımlar atıram? Hansı real addımların fərqindəyəm və sonra nəticəyə yönəlməlidirlər. Əslində heç nə etmədən nəticə gözləyirlər. Bu isə uğursuz axtarışlara gətirib çıxarır namizədlərimizi. Sevdiyin işi gör prinsipi ilə yaxşı maaşlı işi seç prinsipi arasında necə balans tapmaq olar? Bəzən namizədlər maaş üçün işləməyə başlayırlar, hansı ki öz sevdiyi işlə əlaqədar iş tapa bilmirlər və həmin vaxtda da maddi öhdəliklər üçün hardasa 1-2 ay işləyim, sonra işdən ayrılaram, müəyyən bir borclarım var, tutaq ki ödəyim, müəyyən bir həyat öhdəliklərim var, yerinə yetirim adı ilə müəyyən bir yerdə özlərinə qapalı aylarla, hətta illərlə belə qala bilirlər. Bu isə zaman dilimində sevdiyi işdən o qədər uzaqlaşırlar ki, hətta özləri belə fərqində olmurlar. Ancaq bəzi insanlar var ki, sevdiyi işlə bağlı addımlar atıb həmin işə çatana qədər ümidini itirmədən o qədər cəhdlər edir ki, düşünür ki, mən bu sahəni istəyirəm və mən bu sahəyə mütləq şəkildə gedəcəm. Hətta qarşısına çıxan uyğun təkliflər var, hansı ki, maaşla əlaqədar yaxşı təkliflərdir. Yenə də öz istədiyi sahəyə yönəlmək istəyir. O sahəni axtarır, o sahə üzrə müraciətlər edir və sevdiyi işə artıq o insan çatmış olur. Bu balansı yaratmağın tək şərti odur ki, əsla mübarizədən geri çəkilməmək lazımdır. Yəni, həyat çətindir, müəyyən öhdəliklər var deyə sevmədiyi işə getməməlidirlər insanlar. Ancaq gedərlərsə belə, ən azı həmin işlər arasında müəyyən bir uyğunluq olmalıdır ki, artıq istədiyi işə belə etap-etap oradan çata bilər. Uğurlu karyera üçün xaricdə təhsil və ya təcrübə vacibdirmi? Vacibliyini deyə bilmərəm, ancaq üstünlüyünü vurğulaya bilərəm. Hansı ki, müəyyən bir dərs metodikaları var ki, bizdə keçirilmir. Bunları almaq üçün xaricə müraciət edən bizim tələbələrimiz, şagirdlərimiz olur. Hansı ki, onlar bura qayıdarkən istər dövlət xətti ilə gedib mütləq şəkildə gəlib burada işləməlidirlər. Bəzən şərtlər belə olur, bəzən özləri öz tərəflərindən maliyyələşərək gedib qayıdıb burada əmək bazarında özlərinə dəyər qatmaq istəyirlər. Ancaq hal-hazırda mən düşünürəm ki, bizim ölkəmizdə belə kifayət qədər beynəlxalq nüfuzlu universitetlər, təhsil idarələri, müəssisələri var ki, hansı ki bu təhsillə belə, hətta onlayn şəkildə belə xaricdə təhsil alıb, ölkəni tərk etmədən, hətta işləyərək əmək bazarına dəyər qatmaq olar. Çünki burada şəxsi brendinq məsələsinə biz toxunmalıyıq. Şəxsi brendinqdə də o var ki, istənilən təhsil, dil biliyi, beynəlxalq sertifikatlar, hər biri sənin necə deyim, əmək bazarında dəyərini yüksəldən əlamətlərdir. Və bunun üçün də mütləq şəkildə əgər imkanlar məhduddursa, digər çıxış yollarından öz ölkəmizdə də təbii ki, kifayət qədər inkişaf edə bilərik. Ancaq bizim tutaq ki, çıxışımız var, biz gedib Avropada, Amerikada müəyyən bir təhsil alıb yüksələcəyik, nə üçün də ki, olmasın. Mən düşünürəm ki, üstünlükdür. İş müsahibəsində özünü necə təqdim etmək daha effektivdir? Sadəliklə yoxsa ciddi peşəkarlıqla? Bu əslində paralel bir məsələ olsa daha yaxşı nəticə verər. Çünki istər geyim üslubu olsun, istər peşəkar şəkildə davranışlar olsun, bunlar ciddi olsa daha yaxşıdır. Ancaq danışarkən səmimiyyətə üstünlük verilsə, özünü olduğu kimi ifadə etsə, olmadığı bir insan üslubuna girməsə, bu daha səmimi və xoş qarşılanar. Yerinə görə zarafat, yerinə görə ciddilik və işin peşəkarlığı ilə, iş təcrübəsindən bağlı cavablar verərkən isə ciddiliyə üstünlük vermək daha üstünlük əldə etdirəcəkdir həmin namizəd. Çünki bəzən HR-lar, yəni insan resursları üzrə mütəxəssislər bilərəkdən çaşdırıcı suallar verə bilirlər ki, həmin insanın həm psixoloji durumunu, həm səmimiyyətini ölçsünlər. Bu səbəbdən güzgüləmək də məncə daha uyğundur.
Bu daha çox dinləmə qabiliyyətindən öndə gələn bir xüsusiyyətdir ki, kimlərsə uğur hekayəsinə qulaq asmaq sənə əslində zövqmü verir, yoxsa səni bundan uzaqlaşdırır və sanki öz hekayəni mi yaratmaq istəyirsən? Və uğur hekayələrinə baxdıqda isə bunların real və əlçatan olmağına çox diqqət yetirməliyik. Bəzən danışılan və deyilən şeylər bizim ruhumuza, bizim düşüncələrimizə və bizim coğrafiyamıza zidd bir anlayışlar olur. Hansı ki, biz onları etmək istəyərkən irəli düşmək əvəzinə geriliyə də bilərik. Məncə, daha çox həmin şəxsin uğur hekayəsini dinləyərkən onun həyatını, onun getdiyi yolu, onun şəxsi keyfiyyətlərini belə araşdırmalısan ki, bu insanın dəyərləri mənim dəyərlərimə nə qədər uyğundur ki, onun keçdiyi uğurlu inkişaf yolu da məni maraqlandırmalıdır və mən o hekayədən ilhamlanmalıyam. Bu olan təqdirdə düşünürəm ki, uğur hekayələri təbii ki, sizə motivasiya verə bilər. Bəzən namizədlər maaş üçün işləməyə başlayırlar, hansı ki, öz sevdiyi işlə əlaqədar iş tapa bilmirlər və həmin vaxtda da maddi öhdəliklər üçün hardasa 1-2 ay işləyim, sonra işdən ayrılaram, müəyyən bir borclarım var, tutaq ki, ödəyim, müəyyən bir həyat öhdəliklərim var, yerinə yetirim adı ilə müəyyən bir yerdə özlərinə qapalı aylarla, hətta illərlə belə qala bilirlər. Bu isə zaman dilimində sevdiyi işdən o qədər uzaqlaşırlar ki, hətta özləri belə fərqində olmurlar. Ancaq bəzi insanlar var ki, sevdiyi işlə bağlı addımlar atıb həmin işə çatana qədər ümidini itirmədən o qədər cəhdlər edir ki, düşünür ki, mən bu sahəni istəyirəm və mən bu sahəyə mütləq şəkildə gedəcəm. Sosial fəaliyyət və könüllülük təcrübəsi ümumiyyətlə komandada işləmək, liderlik qabiliyyəti, ünsiyyət qabiliyyəti və bunların paralelində iş təcrübəsi və digər təcrübələri özündə ümumiləşdirdiyi üçün onların hər biri namizədlərin gələcəkdə əmək bazarında olması üçün bir iş təcrübəsi verir. Hansı ki, bu iş təcrübəsi olmayanlar üçün böyük bir şans hesab edilir. Biz tövsiyə edirik ki, universitet vaxtı tələbə olduğunuz zamanlarda mütləq şəkildə sosial aktivliyinizi daim zirvədə saxlayın. Çünki universiteti bitirdikdən sonra siz bu qabiliyyətləri artıq işləmədən də əldə etmiş olursunuz. Sizcə gələcəyin iş dünyasında CVlər yox olacaqmı? Bu barədə nəsə demək daha 5 il sonraki vəziyyət üçün əlçatan deyil, ancaq daha çox elektron sistemə keçirik və gələcəkdə bizim CV-lərimiz elektron formada daha bir təkmilləşmiş versiyada ola bilsin ki, olsun və yaxud da ki, işə götürən özü bir platforma yaratsın ki, hansı ki, siz orada lazım olan məlumatları yerləşdirəsiniz, artıq CV yaratmayasınız və uyğunluq birbaşa həll olunsun. Ancaq bu barədə dəqiq nəsə demək hələ ki, çox tezdir, çünki heç işə götürənlər belə bu barədə heç nə deməyib. Sadəcə gələcək tendensiya və yeniliklər öz əksini tapacaqdır. Bir gənc mən hələ nə istədiyimi bilmirəm deyirsə, haradan başlamalıdır? Bir gənc nə istədiyini bilmirsə, ilk öncə onun maraq dairəsi, həvəsləri və məqsədləri arasında özünə sual verməlidir ki, mənim əslində həvəsim nəyədir və mən nəyi daha yaxşı bacarıram? Çünki bəzi insanların içində bastırdığı xüsusi bacarıqları vardır ki, bunları bəzən inkişaf etdirmək bizi sevdiyimiz işdə işləməyə bir yol açır. Və daha çox ətrafdan araşdırmalıdır, internet üzərindən araşdırmalıdır ki, gələcəyin peşələri hansılardır, mən 5 il sonra hansı peşələr aktual olacaq, onları hazırlaşa bilərəmmi və indidən hazırlaşdığım və məşğul olduğum sahə məni nə qədər irəli götürəcəkdir. Daha çox ailənin məsləhəti ilə, repetitorlar, müəllimlərin məsləhəti ilə ki, sizcə mən hansı işə uyğunam? Əgər özü bilmirsə, ətrafında fikrini öyrənməlidir. Özünün də xüsusi bacarıqları və marağı nədir, onu öyrənməlidir və ümumi analiz edib bir ortaq nəticə çıxartmalıdır deyə düşünürəm. Uğurlu karyera qurmaq üçün ən çox hansı üç keyfiyyət vacibdir? Uğurlu karyera qurmaq üçün əvvəlcə maraqları araşdırmaq lazımdır. Araşdırdıqdan sonra və həmin maraqları kəşf edib tapdıqdan sonra ona istəkli olub olmadığımızı və bunu nə dərəcədə istədiyimizi özümüzə aşılamalıyıq və biz o sahədə özümüzə istək yaratdıqsa, hədəf qoyub davamlılıqla o yolu getməliyik. Və davamlılıqda hədəfin olmağı belə o prosesə çatmağı çox asanlaşdıracaqdır. Çünki siz bir yola çıxdınızsa, mütləq şəkildə hədəfə çatmaq üçün istəyiniz, həvəsiniz və maraq dairəniz varsa, mütləq şəkildə o yolda bir nəticə əldə edəcəksiniz.